Investaz Investa şirkəti sizi salamlayır. Avropa maliyyə bazarlarında, xüsusilə də bank sektorunda müşahidə olunan müəyyən hadisələr fonunda avronun qiyməti çərşənbə axşamı sürətlə ucuzlaşmağa başlayıb. Belə ki, çərşənbə axşamı 1 dollar 11.90 sentə kimi ucuzlaşan avronun dollara nisbətən qiyməti əlavə olaraq 1 dollar 11.70 və 1 dollar 11.53 sentə kimi də ucuzlaşa bilər. Funtun dollara nisbətən qiyməti isə çərşənbə axşamı 1 dollar 30-25 sentə kimi bahalaşır və əlavə olaraq 1 dollar 31-30 sentə kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Eyni zamanda bugün Avropa Mərkəzi Bankının sədri Mario Draghi'nin və ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Janet Yellenin də çıxışları gözlənilir. Bugün baş tutacaq OPEC-in qeyri-rəsmi toplantısı isə investorların 3 gündür diqqət mərkəzindədir və enerji bazarlarında neft qiymətlərinin hərəkətliyinin artmasına səbəb ola biləcəyi də gözlənilir. Investaz Investa şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.